Könüllü başladığı döyüş yolu 26 illik hərbi xidmət və qəhrəmanlıq salnaməsinə çevrilən Anar Gülverdoğlu Novruzov 12 may 1976-cı ildə Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olub. 1983-cü ildə Cəfər Cabbarlı adına bir saylı tam orta məktəbin 1-ci sinifinə daxil olub. Məktəbi əla qiymətlərlə başa vurduqdan sonra əvvəlcə Azərbaycan Texniki Universitetinə, daha sonra Bakı Neft Energetika Kollecinə qəbul olsa da, hərbiçi olmaq arzusu onu Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə gətirib. Bir il təhsil aldıqdan sonra təhsilini yarımçıq saxlayaraq könüllü şəkildə 1-ci Qarabağ müharibəsinə yollanıb. 1994-cü ildə atəşkəsdən sonra geri qayıdaraq 1995-ci ildə təhsilini davam etdirib və 1999-cu ildə Ali Hərbi Məktəbi bitirib. Hərbi xidmətə başladığı ilk gündən öz istəyi ilə kəşfiyyatçı zabit kimi ön cəbhədə xidmət edib. Tərtərin Qapanlı və Həsənqaya kəndləri, eləcə də digər cəbhə bölgələrində müxtəlif məsul vəzifələrdə çalışıb. Peşəkarlığı sayəsində hərbi texnikanı və müasir silahları mükəmməl mənimsəyib. Qüsursuz xidmətinə görə çoxsaylı medal, diplom və təşəkkürnamələrlə təltif olunub, kəşfiyyatçı kimi göstərdiyi xidmətə görə isə Akula ləqəbi ilə tanınıb. 2008-ci ilin Ağdərə döyüşlərində kəşfiyyatçı zabit kimi iştirak edib. İstifadə etdiyi AGS-17 qumbara atanından açdığı sərrast atəşlərlə düşmənin canlı qüvvəsinə və yüksək rütbəli zabitlərinə ciddi zərbələr indirib. Məhz bu döyüşlərdən sonra ona AGS-17 silahının atası adı verilir. 2016-cı ilin aprel döyüşlərində də ön sıralarda yer alıb. Döyüş tapşırığını yerinə yetirərkən qəlpə yarası alsa da xidmətini davam etdirib. 2 il sonra yenidən öz xahişi ilə ön cəbhəyə qayıdaraq ömrünün sonuna qədər xidmətini burada davam etdirib. Xidməti dövründə siyasi işlər üzrə tabor komandirinin müavini vəzifəsinə qədər yüksəlib, Türkiyədə peşəkar hərbi hazırlıq keçib. 2020-ci ilin iyulunda Tovuz döyüşləri başlayanda səhhətində yaranan problemlərə görə hospitalda müalicə alıb. Buna baxmayaraq, öz istəyi ilə yenidən döyüş bölgəsinə qayıdıb. 2 AGS-17 qumbara atanı ilə kəşfiyyatçı kimi döyüşlərə qatılaraq düşmənə ağır itkilər verib. Mayor Anar Novruzov 14 iyul 2020-ci ildə Tovuz istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. O, Masallı rayon Ərkivan qəsəbə qəbirstanlığında dəfn olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Novruzov Anar Gülverdoğlu ölümündən sonra 3-cü dərəcəli vətənə xidmətə görə ordeni ilə təltif olunub.